Sevginin mətbəxindən hər kəsə salam. Bugün sizlərə qış boyu ləzzətlə yeyə biləcəyiniz qara cavalıdan döyməç hazırlayacağım. Hazırlanma qaydasına başlamazdan öncə kanalıma abunə olaraq mənə dəstək olmağı unutmayın. İndi gəlin hazırlanma qaydası ilə tanış olaq. İlk öncə cavalını təmizləyirəm. Daha sonra isə yaxşıca yuyuram. Cavalları yudum hazırdır. İndi isə doğrayıram. Doğrayıb çəyirdəyini çıxardıram. Cavalları doğrayıb qurtardım. Daha sonra üzərinə 1 stəkan su əlavə edib qoyuram la modda bişməyə. Artıq görürsüz, yavaş-yavaş suyu çıxır. İndi isə sarımsaqları xırda-xırda doğrayıram. Doğradığım sarımsaqları döyməcin içərisinə tökürəm. Daha sonra isə reyhanları xırda doğrayıram. Döyməcimiz hazır olana yaxın doğradığım reyhanları tökürəm və reyhanla birlikdə 5 dəqiqə qaynadıb götürürəm. Üzərinə duz da əlavə edirəm. Və budur, artıq döyməcimiz hazırdır. Çox gözəl alınıb. İndi isə isti-isti bankalara yığıram. Döyməci bankalara yığdım, hazırdır. İndi isə qoyuram 5 dəqiqə qaynasın. Bankaları bu şəkildə qaynadıb götürürəm. Və artıq döyməcimiz hazırdır. Əgər siz də bəyəndinizsə, kanalıma abunə olaraq mənə dəstək olmağı unutmayın. Sağ olun, sağlıqla qalın. Gələn videolarda görüşənədək.